5 oyunun 4-ündə qol buraxmamaq elə belə iş deyil. Hətta Neftçi və Sabah kimi komandalar qarşısında da İmişli duruş gətirdi. Bunu qeyd eləməliyik xüsusilə. Təsəvvür edin ki, ötən oyundakı o protokol səhvi xətası olmasaydı, komanda indi bugün liderlər qrupunda idi. Düzdür, ola bilsin ki, hələ tezdir demək, amma İmişli bu cür davam eləsə, mən hesab edirəm ki, Premier Liqada bir yerini qoruyacaq. Baxmayaraq ki, elə biri də mən idim, deyirdim ki, komanda bir neçə turdan sonra çox güman ki, məşqçini yola salacaqlar. Artıq Portuqaliyanın mütəxəssis rəğbətinizi qazana bilib Xəqani? Yox, rəğbətimi qazana bilib deyəndə hələ yenə deyirəm, cəmsi 5 tur keçib, belə hadisələrin sonraki gedişi göstərəcək. Hə, yaxşı müdafiə xətti var, amma İmişlinin daha ciddiyə alacaqlar bundan sonra rəqiblər. Bax, onda müdafiə xəttinin nə dərəcədə yaxşı olduğunu biz görə biləcəyik.